Müşahidə olunur ki, bəziləri 11 illik buraxılış imtahanlarının mart ayında keçirilməsindən narazıdırlar. Bəs mart ayı düzgün seçimdirmi? Bölgə TV xəbər verir ki, redaktor azı danışan təhsil eksperti Ramin Nuraliyev bildirdi ki, Dövlət İmtahan Mərkəzinin 11-ci sinifdə oxuyan şagirdlərin buraxılış imtahanlarının mart ayında keçirilməsinin əsas səbəbi var. Bildiyiniz kimi buraxılış imtahanlarının, eləcə blok imtahanlarının 1-ci və 2-ci cəhdlərinin yoxlanılmasında insan faktorundan istifadə olunur. Bu da hardasa nəticələrin 3-4 həftəyə çıxmasına gətirib çıxarır. Demir rəhbəri Məleykə xanım Abbaszadə çıxışında qeyd etmişdi ki, yaxın gələcəkdə imtahanlarımız elektron formada olacaq. Hal-hazırda elektron formada Azərbaycanda imtahanlar tətbiq olunur. Bunu Elm və Təhsil Nazirliyinin, eləcə də DİM-in özündə az namizədin iştirak etdiyi imtahanlarda görürük. Bu təcrübə Azərbaycanda varsa, yaxın gələcəkdə yəqin ki, DİM bu tətbiqi həyata keçirə biləcək. Əgər elektronlaşdırılmış formada həyata keçirilərsə, o zaman nəticələr birbaşa imtahandan sonra açıqlana biləcək. O təqdirdə imtahanların keçirilməsini mart ayından sonraki aylara, yəni ən azından may ayına və yaxud aprel ayının sonlarına keçirmək imkanı olacaq. Amma hal-hazırki vəziyyətdə mən hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq martdan sonraki aylarda keçirilməsi biraz çətin məsələdir. Afrika, Hindistan var ki, bu ölkələrdə də buraxılış imtahanları martda olur. Mart ayında istərsəmiz proqram bitmir. Proqramın bitməməsi də imtahanın keçirilməsindən sonra hardasa şagirdlərin müəyyən qədər davamiyyətsizliyi ortaya çıxarır və yaxud da artıq məktəbdən soymağı ortaya çıxarır. Bu iki problemin aradan qaldırılması üçün imtahanın formatı dəyişdirilməlidir ki, insan faktoru yoxlamasın, birbaşa elektron formada yoxlansın. Bəzi ölkələrdə buraxılış imtahanı aprel ayındadır. Məsələn, Sinqapurda aprel ayında başlayır, amma aprel ayında buraxılış imtahanı keçirilən ölkələrin sayı o qədər də çox deyil. Əsasən may-iyun aylarında keçirilir. Qardaş Türkiyənin özündə də may ayında prosedur başlayır. Ümidvaram ki, elektron formada keçiriləndən sonra bizə də tarixlərdə müəyyən dəyişiklik etmək mümkün olacaq. Rəna Rövşən qızı, Bölgə TV.